Oğlaq Bürcü 14 may 2025 Oğlaq Bürcü üçün günlük proqnoz. Bugün oğlaqlar üçün daxili güc və səbir ön plandadır. Gün ərzində qarşılaşacağınız bəzi situasiyalar diqqətli və ölçülü davranmağı tələb edə bilər. Hadisələrə emosional yox, məntiqi yanaşmaq sizə üstünlük qazandıracaq. İş həyatında bəzi gecikmələr və ya gözlənilməz dəyişikliklər mümkündür. Lakin təmkinli davrandığınız halda bu vəziyyətlərdən yeni fürsətlər doğa bilər. Planlarınızı yenidən gözdən keçirmək və prioritetləri dəqiqləşdirmək üçün uyğun zamandır. Ətrafınızla düzgün və açıq ünsiyyət uğurunuzu artıracaq. Şəxsi münasibətlərdə isə anlayış və empatiya önəm daşıyacaq. Qarşı tərəfin hissələrinə diqqətlə yanaşmaq münasibətlərdə harmoniya yaratmaq üçün vacibdir. Subay oğlaqlar üçün isə bugün yeni tanışlıqlar üçün pasiv, lakin maraqlı bir atmosfer yarana bilər. Pul məsələlərində qənaətli olmaq tövsiyə edilir. Gələcək planlar üçün büdcənizi yenidən nəzərdən keçirmək faydalı olacaq. Qısa müddətli risklərdən uzaq durmaq daha məqsədə uyğundur. Sağlamlıqla bağlı olaraq yorğunluq hiss edə bilərsiniz. Bu səbəbdən bədəninizi dinləmək, istirahət və düzgün qidalanma gün ərzində enerjinizi qorumağa kömək edəcək. Zehni gərginliyi azaltmaq üçün sakit vaxt keçirməyə çalışın. Bugün oğlaqlar üçün sabitlik, düşüncə və hazırlıq günüdür. Atacağınız hər addımda ölçülü olmaq uğurun əsas açarı olacaq. Dolça Bürcü 14 may 2025 Dolça Bürcü üçün günlük proqnoz. Bugün dolçalar üçün fərqli düşüncələrin və yeni ideyaların önə çıxdığı bir gündür. Zəkanız və yaradıcılığınız sayəsində həm işdə, həm də şəxsi həyatınızda önəmli fikirlər irəli sürə bilərsiniz. Ətrafınızdakı insanlarla müzakirələr sizi daha da motivasiya edə bilər. Peşəkar sahədə yeni layihələrə başlamaq və ya davam edən işlərə innovativ yanaşmaq uğurlu nəticələr verə bilər. Komanda işi ön plandadır və fikir mübadiləsi zamanı müdrik qərarlar çıxarmaq şansınız yüksəkdir. Gözlənilməz təkliflər və maraqlı əməkdaşlıqlar gündəmə gələ bilər. Şəxsi münasibətlərdə səmimiyyət və dürüstlük vacib olacaq. Qarşı tərəflə açıq danışmaq münasibətləri daha möhkəm və sağlam bir səviyyəyə qaldıra bilər. Subay dolçalar üçün isə bugün tanışlıq və maraqlı ünsiyyətlərlə dolu ola bilər. Pul məsələlərində isə diqqətli və planlı davranmaq məsləhətdir. Xərclərinizi nəzarətdə saxlamaq və qəfil qərarlar verməmək üçün ideal gündür. Kiçik, lakin sabit qazanc imkanları ortaya çıxa bilər. Sağlamlıq baxımından enerjili olsanız da, zehni yüklənmədən qaçmaq üçün fasilələr vermək önəmlidir. Günü daha məhsuldar keçirmək üçün fiziki fəaliyyət və açıq havada vaxt keçirmək faydalı olacaq. Bugün dolçalar üçün dəyişikliklərə açıq olmaq və yaradıcı yanaşmalar ön plandadır. Daxili azadlığınızı qoruyaraq irəliləmək sizə uğur gətirəcək. Balıq Bürcü 14 may 2025 Balıq Bürcü üçün günlük proqnoz. Bugün balıqlar üçün emosional dərinlik və intuisiya ön plandadır. Hissləriniz güclənə bilər və ətrafınızdakı insanların niyyətlərini asanlıqla sezə bilərsiniz. Özünüzü daxili düşüncələrə qapılmış hiss etsəniz də, bu vacib qərarlar üçün sizə aydınlıq gətirə bilər. İş həyatında diqqətinizi toplamaq və konkret məqsədlərə yönəlmək vacibdir. Bəzi qarışıqlıqlar və ya anlaşılmazlıqlar olsa da, səbir və anlayışla yanaşdığınız təqdirdə problemləri asanlıqla həll edə bilərsiniz. Yaradıcı işlə məşğul olan balıqlar üçün isə bugün ilham dolu olacaq. Şəxsi münasibətlərdə romantika və anlayış ön plana çıxır. Əlaqələrdə incə detallara diqqət yetirmək münasibətləri daha da dərinləşdirə bilər. Subay balıqlar üçün isə bugün hisslərin artdığı, ruhani bağların qurula biləcəyi bir gündür. Pul məsələlərində ehtiyatlı olmaq tövsiyə olunur. Gələcək planlar üçün xırda, amma vacib qərarlar verilə bilər. Qərarsızlıqdan qaçmaq üçün yaxın dostlardan və ya ailə üzvlərindən məsləhət almaq faydalı olacaq. Sağlamlıq baxımından emosional tarazlıq vacibdir. Dərin düşüncələr sizi yorarsa, meditasiya, musiqi və ya təbiətlə təmas sizə rahatlıq gətirəcək. Bədən və ruh balansına diqqət yetirin. Bugün balıqlar üçün hissləri dinləmək və daxili səsi izləmək uğur gətirə bilər.
Səbirli və anlayışlı olduğunuz müddətcə hər şey öz yoluna düşəcək. Qoç bürcü 14 may 2025 Qoç bürcü üçün günlük proqnoz. Bugün qoçlar üçün aktivlik və qərarlılıq ön plandadır. Enerjiniz yüksəlib və bu sizi həm fiziki, həm də zehni olaraq daha məhsuldar edir. Qarşınıza məqsəd qoyduğunuz işlərdə sürətli irəliləyiş mümkündür. Əgər uzun zamandır təxirə saldığınız bir məsələ varsa, indi onun üzərinə getmək üçün əla vaxtdır. Peşəkar sahədə liderlik keyfiyyətləriniz ortaya çıxacaq. Ətrafınızdakı insanlar sizə güvənə bilər, amma tələskənlik etməmək vacibdir. Qərarlarınızda real yanaşma uğur gətirəcək. Gözlənilməz imkanlar qapınızı döyə bilər, bunları diqqətlə dəyərləndirin. Şəxsi münasibətlərdə açıq danışıq və dürüstlük vacib olacaq. Qarşı tərəflə olan ünsiyyətdə səbirli davranmaq münasibətlərin ahəngini qorumağa kömək edəcək. Subay qoçlar üçün isə gözlənilməz və həyəcanlı tanışlıqlar baş verə bilər. Pul məsələlərində planlı davranmaq önəmlidir. Qazanc imkanları artsa da xərclərə diqqət yetirmək gərəkdir. Əldə etdiyiniz vəsaiti gələcək üçün daha faydalı istiqamətlərə yönəltmək barədə düşünün. Sağlamlıqla bağlı olaraq enerjiniz yüksəkdir, lakin bu enerjini düzgün idarə etməyə çalışın. İdman, gəzinti və aktiv fəaliyyətlər sizi həm fiziki, həm də emosional cəhətdən gücləndirəcək. Bugün qoçlar üçün təşəbbüs və irəliləyiş günüdür. Özünüzə güvənin və məqsədlərinizə doğru qətiyyətlə addımlayın. Buğa bürcü 14 may 2025 Buğa bürcü üçün günlük proqnoz. Bugün buğalar üçün sabitlik və rahatlıq axtarışı ön planda olacaq. Praktik düşüncəniz və səbirli yanaşmanız sizə gündəlik işlərdə uğur qazandıracaq. Hadisələrə real baxışınız sayəsində başqalarının gözündən qaçan detalları görə bilərsiniz. İş həyatında diqqət və məsuliyyət önəm daşıyır. Bugün görüləcək işlərdə keyfiyyət və dəqiqlik əsasdır. Qətiyyətli və planlı hərəkət etdiyiniz halda rəhbərlik və ya iş yoldaşlarınız tərəfindən dəyərləndirilə bilərsiniz. Yeni maddi imkanlarla bağlı xəbərlər ala bilərsiniz. Şəxsi münasibətlərdə isə stabillik və emosional dəstək axtaracaqsınız. Əlaqədə olduğunuz insanla sakit, lakin dərin söhbətlər münasibətləri daha da möhkəmləndirə bilər. Subay buğalar üçün isə bugün sakit, amma dəyərli bir tanışlıq ola bilər. Pul məsələlərində sabitlik və planlılıq ön plandadır. Gəlir və xərclər arasında tarazlığı qorumağa çalışın. Bugün alacağınız maliyyə qərarları uzun müddətli fayda verə bilər. İradəniz sayəsində artıq xərclərin qarşısını ala biləcəksiniz. Sağlamlıq baxımından isə bədəninizə qulaq asmaq önəmlidir. Rahatlıq və qidalanma vərdişlərinizə diqqət edin. Dincəlmək və təbiətlə təmas sizə həm fiziki, həm də zehni rahatlıq gətirə bilər. Bugün buğalar üçün stabillik və düşünülmüş addımlar ön plandadır. Təhlükəsiz və məqsədyönlü davranış uğurun əsas açarı olacaq. Əkizlər bürcü 14 may 2025 Əkizlər bürcü üçün günlük proqnoz. Bugün əkizlər üçün ünsiyyət və çeviklik ön plandadır. Gündəlik həyatınızda müxtəlif xəbərlər, görüşlər və fikirlərlə dolu dinamik bir gün sizi gözləyir. Həm zehni, həm də sosial baxımdan fəal olacağınız bir vaxtdır, lakin diqqətinizi yayındıracaq amillərdən uzaq durmaq vacibdir. İş həyatında məlumat axını və əlaqələr önəm qazanacaq. Yazışmalar, danışıqlar və təqdimatlar üçün əlverişli gündür. Yeni ideyalar və planlar üzərində işləmək, çevik düşüncə sayəsində uğur qazana bilər. Lakin qərar verməzdən əvvəl detallara diqqət yetirin. Şəxsi münasibətlərdə açıqlıq və dostyanə yanaşma münasibətləri canlandıra bilər. Sevdiklərinizlə səmimi söhbətlər əlaqəni gücləndirəcək. Subay əkizlər üçün isə bugün yeni tanışlıqlar, sosial dairədə maraqlı qarşılaşmalar mümkündür. Pul məsələlərində isə dəyişkənlik və gözlənilməz xərclər ola bilər. Qısa müddətli alış-verişlərə diqqət yetirin və ehtiyac olmayan şeylərdən uzaq durmağa çalışın. Pul idarəsi üçün planlı olmaq bugün xüsusilə vacibdir. Sağlamlıqla bağlı olaraq sinir sisteminizi qorumaq vacibdir.
Zehni yorğunluqdan qaçmaq üçün dincəlməyə və rahatladıcı fəaliyyətlərə vaxt ayırın. Təbiətdə gəzinti və ya meditasiya faydalı olacaq. Bugün əkizlər üçün çeviklik, ünsiyyət və yeni fikirlərlə dolu bir gündür. Özünüzü ifadə etməkdən çəkinməyin, amma diqqətinizi əsas hədəflərdən yayındırmayın. Xərçəng bürcü 14 may 2025 Xərçəng bürcü üçün günlük proqnoz. Bugün xərçənglər üçün emosional dərinlik və ailəvi mövzular ön plandadır. Daxili aləminizlə daha çox bağlı ola bilərsiniz və keçmişlə bağlı xatirələr gün boyu düşüncələrinizi təsir edə bilər. Hisslərinizi idarə etmək və özünüzə qarşı anlayışlı olmaq vacibdir. İş həyatında isə diqqətli və mərhələli yanaşma uğur gətirəcək. Planlı olmaq və kiçik detallara fikir vermək sizi digərlərindən fərqləndirə bilər. Əgər komanda şəklində işləyirsinizsə, həmkarlarınızla harmonik əməkdaşlıq önəmli olacaq. Yeni bir təklif və ya işlə bağlı dönüş nöqtəsi gündəmə gələ bilər. Şəxsi münasibətlərdə anlayış və sədaqət əsas rol oynayacaq. Sevdiyiniz insanla səmimi söhbətlər və duyğuların paylaşılması münasibəti daha da dərinləşdirə bilər. Subay xərçənglər üçün isə bugün emosional yaxınlıq qurmaq üçün gözəl fürsət ola bilər. Pul məsələlərində diqqətli olmaq tövsiyə olunur. Qəfil xərclər və ya planlanmamış alışlar gündəmə gələ bilər. Büdcənizi balansda saxlamaq və uzun müddətli ehtiyacları nəzərə almaq vacibdir. Sağlamlıq baxımından emosional tarazlıq və istirahət önəmlidir. Gün ərzində sizi yoran vəziyyətlərdən uzaq durmağa və özünüzə zaman ayırmağa çalışın. Evdə rahatlıq tapmaq və yaxınlarla vaxt keçirmək sizi enerjiləndirəcək. Bugün xərçənglər üçün duyğular, ailə və sabitlik ön plandadır. Daxili səssizliyə qulaq asmaq və həyatınıza balans gətirmək üçün gözəl gündür. Şir bürcü 14 may 2025 Şir bürcü üçün günlük proqnoz. Bugün şirlər üçün özünü ifadə etmək və diqqət mərkəzində olmaq ehtiyacı güclənə bilər. Hədəflərinizə doğru inamla irəliləyirsiniz və ətrafınızdakı insanlar sizin enerjinizdən ilham ala bilər. Lakin özünüzü sübut etməyə çalışarkən egonuzu deyil, ürəyinizi önə çıxarmaq daha uğurlu nəticə verəcək. İş həyatında liderlik qabiliyyətiniz parlayacaq. Yeni layihələrə başlamaq və ya mövcud işlərdə məsuliyyət götürmək üçün əlverişli gündür. Əgər yaradıcı sahələrdə çalışırsınızsa, bugün ilham və orijinallıq sizə böyük üstünlük qazandıra bilər. Təkcə təşəbbüs göstərmək deyil, həm də başqalarının fikirlərini dinləmək vacib olacaq. Şəxsi münasibətlərdə diqqət və sevgi gözləyə bilərsiniz. Sevdiyiniz insanla daha çox vaxt keçirmək və qarşılıqlı hissləri ifadə etmək üçün uyğun zamandır. Subay şirlər üçün romantik və cazibədar bir tanışlıq baş verə bilər. Pul məsələlərində sabitlik qorunmalıdır. Gəlirlərdə artım potensialı var, lakin özünüzü həddindən artıq mükafatlandırmaqdan çəkinin. Lüks və ehtiyacdan kənar alış-verişlərə meyl edə bilərsiniz, bu barədə diqqətli olun. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, lakin bu enerjini tükəndirməməyə çalışın. Fiziki fəaliyyətlə yanaşı istirahət də vacibdir. Özünüzə qayğı göstərmək sizi həm zahiri, həm də daxili baxımdan gücləndirəcək. Bugün şirlər üçün özünü ifadə, yaradıcılıq və uğura doğru addımlar günüdür. Səmimi və özünə inamlı yanaşma ilə istədiyiniz nəticəni əldə edə bilərsiniz. Qız bürcü 14 may 2025 Qız bürcü üçün günlük proqnoz. Bugün qızlar üçün diqqət və təşkilatçılıq qabiliyyətləri ön plandadır. Gün ərzində baş verənləri düzgün analiz etmək və müvafiq planlar qurmaq sizin uğur qazanmanıza kömək edəcək. Hər bir detalı nəzərdən keçirmək və düzgün qərarlar qəbul etmək üçün çox əlverişli bir gündür. İş həyatında diqqətinizin tam yerində olduğunu hiss edəcəksiniz. İşlərinizin detallı və düzgün şəkildə həll edilməsi sizə böyük müvəffəqiyyətlər gətirə bilər. Praktik yanaşma və peşəkar əlaqələrdə diqqətli davranmaq sizə uzun müddətli fayda təmin edəcək. Həmkarlarınızla əlaqələrinizin möhkəmləndirilməsi mümkündür. Şəxsi münasibətlərdə isə duyğusal baxımdan diqqətli olmalısınız.
Bugün həssasiyyətiniz artacaq və sevdiklərinizin sözlərinə daha çox əhəmiyyət verəcəksiniz. Ailəniz və yaxın dostlarınızla keçirdiyiniz vaxt sizi emosional cəhətdən rahatladacaq. Subay qızlar üçün isə bugün potensial yeni tanışlıqlar mümkündür, lakin hər hansı bir münasibətə başlamağa tələsməmək daha faydalıdır. Pul məsələlərində isə ehtiyatlı olmaq tövsiyə edilir. Kiçik maliyyə qərarları alarkən diqqət və müvafiq araşdırma aparmaq vacibdir. Gələcəkdə böyük maliyyə dəyişiklikləri gözlənilməsə də, cari xərclərinizi nəzarət etmək vacibdir. Sağlamlıq baxımından fiziki fəaliyyətə vaxt ayırmaq vacibdir. Həmçinin emosional rahatlamağa və stressdən qaçmağa diqqət yetirin. Təbii mühitdə bir gəzinti və ya sakitləşdirici bir məşğuliyyət sizi balanslı tutacaq. Bugün qızlar üçün təşkilatçılıq, diqqət və düzgün qərarlar günü olacaq. Hisslərinizə və ətrafınızdakı insanlara qarşı diqqətli yanaşmaq həm şəxsi, həm də peşəkar həyatda müsbət nəticələr əldə etməyinizə kömək edəcək. Tərəzi bürcü 14 may 2025 Tərəzi bürcü üçün günlük proqnoz. Bugün tərəzilər üçün balans və harmoniya axtarışı ön plandadır. Hisslərinizin və düşüncələrinizin bir araya gəldiyi bir gündür. Buna görə də qarşınıza çıxan məsələlərə rasional yanaşmaqda çətinlik çəkməyəcəksiniz. Gündəlik fəaliyyətlərdə və əlaqələrdə harmoniyanı qorumağa çalışın, çünki bu sizə daha çox məmnunluq gətirəcək. İş həyatında kollektivlə yaxşı əməkdaşlıq və qarşılıqlı dəstək müsbət nəticələr verə bilər. Bugün problemləri birlikdə həll etmək və komandada işləmək üçün əlverişli zamandır. Əgər liderlik etməli olsanız, başqalarının fikirlərini dinləmək və ədalətli qərarlar vermək çox vacib olacaq. Şəxsi münasibətlərdə isə sevgi və anlayış ön plandadır. Əlaqədə olduğunuz insanla daha yaxınlaşmaq və daha səmimi münasibət qurmaq istəyəcəksiniz. Subay tərəzilər üçün isə romantik bir tanışlıq və ya yeni bir əlaqə başlaya bilər. Bugün səbirli olmaq və hər şeyi tələsmədən yaşamaq faydalı olacaq. Pul məsələlərində qərar verməzdən əvvəl hər tərəfli düşünmək lazımdır. Gəlir və xərcləri düzgün balansda saxlamaq vacibdir. Maliyyə sahəsində sürətli və impulsiv qərarlardan çəkinin. Kiçik xərclər və müvafiq gəlir mənbələri gündəmi təşkil edə bilər. Sağlamlıq baxımından bugün rahatlamağa və özünüzə diqqət yetirməyə ehtiyacınız olacaq. Stressi azaltmaq və zehni dinclik tapmaq üçün meditasiyaya və ya sakitləşdirici fəaliyyətlərə vaxt ayırın. Günü sakit və harmoniya içində keçirmək sizə faydalı olacaq. Bugün tərəzilər üçün balans və harmoniya axtarışı günüdür. Hər şeyin ahəngini qorumağa çalışın və özünüzü qorumağa yönəlin. Duyğularınıza və ətrafınızdakı insanlara qarşı diqqətli yanaşmaq həyatınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Əqrəb bürcü 14 may 2025 Əqrəb bürcü üçün günlük proqnoz. Bugün əqrəblər üçün dərin düşüncələr və emosional aydınlıq günüdür. Hisslərinizin güclü olduğu bir vaxtdır və intuisiya gücünüz sizi doğru istiqamətə yönləndirə bilər. Ətrafınızdakı insanları anlamaq və situasiyaları daha dərindən qiymətləndirmək qabiliyyətiniz bugün üstün olacaq. İş həyatında ciddi və hədəfə yönəlmiş yanaşmanız müsbət nəticələr verə bilər. Hər şeyi ciddiyə alaraq detallara diqqət yetirmək uğurun açarı olacaq. Bəzi çətin qərarlar qarşınıza çıxa bilər, lakin intuisiya və təcrübəniz sayəsində doğru qərarı verməkdə çətinlik çəkməyəcəksiniz. Yaradıcı yanaşmalar yeni imkanlar yaradacaq. Şəxsi münasibətlərdə isə emosional bağlılıq və anlayış önə çıxacaq. Əlaqələrdə daha çox yaxınlıq və dürüstlük tələb olunur. Sevdiyiniz insanla daha səmimi və açıq söhbətlər etmək münasibətləri dərinləşdirə bilər. Subay əqrəblər üçün isə bugün yeni tanışlıqlar və maraqlı görüşlər mümkündür. Pul məsələlərində dəyişkənlik ola bilər. İqtisadi vəziyyəti qiymətləndirərkən ehtiyatlı olun və sürətli qərarlardan çəkinin. Gələcəkdə uzun müddətli maliyyə qərarları vermək üçün bugün uyğun deyil. Ehtiyatlı yanaşma sizə daha çox sabitlik gətirə bilər. Sağlamlıq baxımından bugün fiziki və emosional tarazlığı qorumaq vacibdir. Gərginlik və stressdən uzaq durmağa çalışın, həmçinin ruh halınızı yaxşılaşdırmaq üçün biraz istirahət edin. Ağıllı və balanslı seçimlər həm bədən, həm də zehni sağlamlığınızı qorumağa kömək edəcək.
Bugün əqrəblər üçün hisslərə diqqət etmək, doğru qərarlar vermək və daxili səssizliyi tapmaq üçün əlverişli bir gündür. Oxatan bürcü 14 may 2025 Oxatan bürcü üçün günlük proqnoz. Bugün oxatanlar üçün yeniliklər və macəra arayışı ön plandadır. Hissləriniz və enerjinizin yüksək olduğu bir gündür. Buna görə də yeni imkanlar və üfüqlər axtarmaq sizə cazibəli gələcək. Təbii olaraq cəsarətlisiniz və bugün qarşılaşacağınız yeni çağırışları qəbul etməyə hazırsınız. İş həyatında müstəqillik və yeni perspektivlər sizi daha da irəlilətə bilər. Rutin işlərdən sıxılmaq əvəzinə fərqli yanaşmalar və yeni layihələr üzərində işləmək sizi motivasiya edəcək. Komanda işində başqalarının fikirlərinə açıq olmaq işinizi daha effektiv və nəticəli edəcək. Həmkarlarınızla yaxşı əlaqələr qurmaq uzun müddətli faydalar gətirə bilər. Şəxsi münasibətlərdə isə açıq fikirli və macəra dolu bir yanaşma önə çıxır. Sevdiklərinizlə yeni təcrübələr və sərgüzəştlər yaşamaq istəyəcəksiniz. Subay oxatanlar üçün yeni tanışlıqlar mümkündür və bu tanışlıqların maraqlı və canlı olması ehtimalı yüksəkdir. Ancaq duyğusal əlaqələrdə hər şeyə tələsməmək və səmimiyyətə önəm vermək vacibdir. Pul məsələlərində yeni gəlir mənbələri və sərmayə imkanları gündəmə gələ bilər. Ancaq ehtiyatlı olmaq və riskləri qiymətləndirmək vacibdir. Dəyişkən maliyyə vəziyyəti ilə bağlı sürətli qərarlar verməmək faydalı olacaq. Sağlamlıqla bağlı bugün fiziki fəaliyyət və açıq havada vaxt keçirmək sizə çox yaxşı təsir edəcək. Yürüyüşlər, idman və təbiət sizi həm fiziki, həm də emosional baxımdan gücləndirəcək. Bugün oxatanlar üçün yeni imkanlara açıq olmaq, cəsarətli addımlar atmaq və həyatınızı canlandırmaq üçün əlverişli bir gündür.